Salam, hər kəsi salamlayıram. Bugün bizim müqəddəs şəhidimiz baş vizir Şəxsiyyətli Abdurrahmanlı Sübhan Mahiroğlu'nun cənnətdəki mövlüdüdür. Bu barədə buna görə biz bugün Mehriban Ananın yanında olmağı özümüzə borcluyuz. Biz vətənsevənlər şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək ictimai birlik olaraq hər zaman şəhidlərimizi anırıq. Onların analarının, atalarının yanında olmağı, onların ailələrinin yanında olmağı özümüzə borcluyuz. Cəmi şəhidlərimizin məkanları cənnət, məqamları uca olsun. Bugün mövludu olan, anım günləri olan və olmayan bütün şəhidlərimizin ruhları şad olsun. Hamısının ruhu qarşısında baş əyirik. Allah sizlərə can sağlığı versin, ana. Yaşayasınız, yaşadasınız. Mənim ən deyik sözümdür. Ona görə də biz bugün mövlud günü ilə əlaqədar şəhidimizin adını fəxri fərman təsis etdirdik onun adına. Və bu fəxri fərmanı mən indi oxuyacağım öz birliyimiz adından. Fəxri fərman. Torpaqlarımızın azadlığı uğrunda gedən qızğın döyüşlər zamanı mənfur düşmənə qarşı vuruşaraq qəhrəmancasına həlak olmuş Vətən müharibəsi qəhrəmanımız Abdurrahmanlı Sübhan Mahiroğlu tərəfimizdən təsis edilmiş Qarabağın və qələbəmizin simvolu olan Xarı Bülbül fəxri fərmanı ilə təltif olunsun. Bu fəxri fərmanı mən Mehriban Anaya ruhun şad olsun. Allah razı olsun. Və bir hədiyyəmiz də var. Bugünkü gün mövlud günü ilə əlaqədar olaraq bunu da ataya təqdim edəcəyik. Burada Sübhanın atasıdır, anasıdır və özüdür. Bir də ananın ən çox sevdiyi şəkildir. O Sübhan orada ona gül verir, gül bağışlayır. Ad günündə gül bağışlayır. Bugün biz də ona görə bunu gətirdik ki, bu balaca çox sağ olun. Allah razı olsun. Vətən müharibəsi qəhrəmanı, kəşfiyyatçı, baş gizir Abdurrahmanlı Sübhan Mahiroğlu. Surə xanımdan qəhrəmanımızın əziz xatirəsini. Onu da atıya verəcək. Allah sizlərə çox sağ olun. Allah razı olsun. Şəhid ataları Çok sağ olun. Çok sağ olun. Teşekkür ederim. Çox sağ olun. Allah bütün şəhidlərin məkanı cənnət, məqamı uca eləsin. Biz də vətənsevənlər, şəhid ailələrinə və müharibə iştirakçılarına dəstək, ictimai birlik olaraq hər zaman sizin yanınızdayıq. Yəni əlimizdən gələr odur. İndi ana da bizə bir ürək sözünü desin ki, bizim ictimaiyyətimizə bir xeyir var. Surə xanım, diqqətinizə görə Allah sizlərə can sağlığı versin ki, həmişə şəhid ailələrini diqqətdə saxlayırsınız. Siz həmişə şəhid ailələrini mövludlarıdır, il dönümləridir, çalışırsınız ki, yetərincə qədər hamısında yanında olasın. Bugün də bizim Sübhanın mövludu 18 oktyabr 2025-ci il. Sübhanın bugün tədbiridir, ad günüdür. Dünənləri 17-si biz onun tədbirini keçirdik. Ona görə də bugün sizlər sağ olsun ki, dünən zəng elədiniz ki, Mehriban mən biraz işləyəm, gələ bilmirəm. Bugün gəldiniz. Allah sizləri qorusun, çox sağ olun, gələn ayaqlarınız var olsun. Yəni bizim balalar tək bizim yox, bütün Azərbaycan xalqının balalarıdır. Tək evdən yox, bütün eldən gedən oğullardır. Çünki bu oğullar bütün Azərbaycan xalqının namusunu, qeyrətini özünə qaytardı. Və siz özlərinin şirin canlarından keçdilər. Çox sağ olun ki, siz də bizi diqqətlə saxlayırsınız. Nazilə bacıma da təşəkkür edirəm ki, o da hər zaman mənim yanımdadır. Nazilə bacım. Sən də şəhidimizin ruhunu Allah razı olsun. Allah sizə səbir versin.